Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video isə 6-ya və 7-yə vurma mövzusu ilə bağlı olacaq. Daha sonra isə digər vurmalarla davam edib çalışmalarına birlikdə baxacağıq. İlk sualdan başlayaq. Deyək ki, vurma cədvəlində hansı hasil təsvir olunub? Təbii ki də 4 və 6-nı işarə edib 4 dəfə 6 B variantında verilib. Hasili tapın. Yəni 4 dəfə 7, 4 dəfə 7 eləyir 28. Bu da C variantında bizə göstərilmişdir. Birinci vuruq 7, İkinci vuruq 10 olarsa 7 dəfə 10 70 eləmiş olacaq. 3 vurulsun 6 hasilini cəm şəklində yazın. 3 dənə 6 və yaxud da 6 dənə 3. Bu da verilib A variantında baxın uşaqlar 1, 2, 3, 4. 4 dənə 3 var. Bunu götürə bilmərik. C variantında 1, 2, 3, 4, 5, 6. 6 dənə 6 var. Bunu da götürə bilmərik. Cavabımız olacaq B variantı. 5-də bizə deyir, ədəd oxunda hansı vurma əməli təsvir olunub? Təbii ki də 1 dənə 6, 2 dənə, 3 dənə, 4 dənə 6. 4 dənə 6 edir 24. Bu da A variantında bizə verilib. Yəni düzgün cavab A variantında bizə verilib. Baxırıq digərinə. Digərində bizə nə deyir? Verilmiş hasili tapın. 6 və 8, 48 eləmiş olacaq. C variantı. Hər birində 6 karandaş olan 3 qutuda cəmi neçə karandaş var? Təbii ki də 6 dəfə 3, 18 eləmiş olacaq. 8-də deyir, hansı hasil 42-yə bərabərdir? Təbii ki də 6 dəfə 7, 7 dəfə 6, 42 eləmiş olacaq. Bu da A variantında bizə verilib. Hansı şəkildə 6 vur 7 sayda muncuq var? 6-nı 7-yə vur. Baxırıq. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Bu 6 vur 6'dır. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5, 6, 7. Bu 4 vur 7'dir. Bu da götürə bilmərik bunu. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6, 7. 6 dəfə 7 B variantında bizə verilmişdir. Onda bizə deyir, mağazaya hər birində 7 kiloqram olmaqla 6 yeşik meyvə gətirildi. Mağazaya cəmi neçə kiloqram meyvə gətirildi? Təbii ki də 42 kiloqram meyvə gətirildi. Baxırıq çalışmalarına. Vurma əməllərini yerinə yetirin. Təbii ki də 6 və 4, 24. 8 və 7, baxırıq. 56. 5 dəfə 6, 6 dəfə 5, 30. 7 və 7, 49. 3 dəfə 6, 18. 7 dəfə 4, 28, 2 dəfə 7, 14, 6 dəfə 6, 36, 3 dəfə 7, 21, bir dənə 7, 7. İkinci tapşırıqda bizə deyir ki, boş xanalara uyğun ədədləri yazın. Boş xanaları tapmaq üçün uşaqlar, biz bilirik ki, məchul vuruğu, yəni bunu kvadrat kimi düşünün, tapmaq üçün 21-i 7-yə bölərik 3, 42-ni 6-ya bölərik 7. 56-nı 7-yə bölərik 8. 30-u 6-ya bölərik 5. Baxın 5 dəfə 6 30. 7 və 8 56. 7 dəfə 6 42. 7 dəfə 3 21. Bu formada eləmiş olarıq. Kvadratın yerində hansı ədədlər olmalıdır? Kvadratın yerini tapmaq üçün təbii ki də yenə də sağdakı, yəni bərabərliyin sağındakını 6-ya bölərik. 24-ü 6-ya böləndə 4 dəfə. 4 dəfə 6 24. 9 dəfə 7, 63. 35-i 5-ə bölərik 7. Daha sonra 14-ü 7-yə bölərik 2. 60-ı 6-ya bölərik 10. 16-nı 8-ə bölərik eləyər 2. 28-i daha doğrusu 7 və 8, 7 dəfə 4, 28. 36-nı da 6-ya bölərik eləyəcək 6. Bu formada daha rahat tapa bilərsiniz. Ədəd oxunda təsvir edilmiş vurma əməllərini yazın. Deməli, burada olacaq 1, 2, 3, 4. 4 vur 6 bərabərdir 24. 1, 2, 3, 4, 5. 5 vur 7 bərabərdir 35. 1, 2, 3, 4. 4 vur 7 bərabərdir 28. 1, 2, 3, 4, 5. 5-dən 6. 5 vur 6 bərabərdir 30 eləmiş olacaq. Keçirik digər tapşırığa. Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla hasili tapın deyir. 2 dənə 6,
12, 3 dənə 6, 18, daha sonra da toplayarıq. Yaxşı. 1, 2, 3, 4, 1, 2, 3. Aha, bunu necə eləyərik? Bunu eləyərik. Neçəni vurduq? 3-ü vurarıq. Neçəyə? 4-ə. Eləyəcək 12. Daha sonra 1, 2, 3, 4. 4-ü vurarıq 4-ə. 16. Daha sonra toplayarıq ikisini. 12 üstə gəl 16 bərabərdir 28. Digərində 1, 2, 3, 4, 5, 6. 6-nı vurarıq 3-ə 18. Yenə də 1, 2, 3. 1, 2, 3, 4, 5, 6. 6-nı vurarıq 3-ə bərabərdir 18. 18 ilə də 18-i toplayıb alarıq 36-nı. Daha sonra keçirik 6-ya. Deyir, cəmi hasil ilə ifadə edin. Yaxşı. Hasillər neçədən 6 var? 4 vur, 6, 1, 2, 3, 4. 4 dənə 6, 24. 1, 2, 3, 4, 5, 6 dənə 7 var. 6-nı vururuq 7-yə bərabərdir 42. 1, 2, 3, 4, 5, 6. 6 dənə 6 varsa 36 eləmiş olacaq. 1, 2, 3, 4, 5. 5 vurulsun 6 bərabərdir 30. 1, 3, 4, 5, 6, 7. 7-ni vururuq 7-yə bərabərdir 49. 1, 2, 3, 4, 5. 5-i də vururuq 7-yə eləyəcək 35. Daha sonra keçirik 7-ci tapşırığa. 7-ci tapşırıqda ifadələrə uyğun misallar yazın və həll edin. Hər birində 3 kitab olmaqla kitab olan 6 qutuda cəmi 18 kitab var. Hər sırada 7 izləyici. Nə istəyir bizdən? 7 izləyici olan 9 sırada cəmi neçə izləyici var? Nə iş görərik? 7-ni vurarıq 9-a. Düzdür? Bu da eləyəcək 63. Daha sonra keçirik 8-ci tapşırığa. 8-də bizə deyir ki, uyğunluğu müəyyən edin. Yaxşı. 6 və 8 eləyir 48. 48 də 4 onluq, 8 təklik eləmiş olacaq. Birləşdirək. 4 dəfə 6, 24. 24, 2 onluq, 4 təklik. 7 dəfə 4, 28, 2 onluq, 8 təklik. 7 dəfə 9, 63, 6 onluq, 3 təklik. 6 dəfə 6, 36, 3 onluq, 6 təklik eləmiş olacaq. İndi keçək 8, 9 və 10-a vurmaya. Baxaq. 8 dəfə 4, 32. Bir-bir yazın. 32. 9 dəfə 3, 27. 10 dənə 4, 40. 5 dəfə 8, 40. 6 dəfə 10, 60. 7 dəfə 8, 56. 2 dəfə 9, 18. 9 dəfə 7, 63. 8 dəfə 6, 48. 4 dəfə 9, 36. Bu formada. Vurma əməllərinin nəticəsini model üzrə qeyd edin. Yaxşı. 2 dəfə 8, 8 dəfə 2, 16. 10, 1, 2, 3, 4, 5, 6. 16. 10 dənə 100, 30. 30 da 30 bu formada olmuş olacaq. Daha sonra baxırıq 6 dəfə 9, deməli bu modeli biraz uzun olacaq. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Aha, 54. Daha sonra 4 dəfə 8, 32. 32. 9 dəfə 4, 36. 1, 2, 3. 1, 2, 3, 4, 5, 6. Bu formada çəkə bilərsiniz. Üçüncü tapşırıqda bizə deyir ki, vurğuların yerini dəyişməklə hasili tapın. 8 dəfə 4-dür, 4 dəfə 8. Cavabını yazarsınız. 9 dəfə 5-dir, 5 dəfə 9. 10 dənə 3-dür, 3-ü 10-a vurub cavabı taparsınız. 8 dəfə 6-dır, 6 dəfə 8. Digərlərini də eyni qaydada həll eləyəcəksiniz. Dördüncü tapşırığa deyir ki, hasili ədəd oxunda üzərində göstərin. Aha, hasili ədəd oxunda göstərək. 8 dəfə 6, 48-dir. 45 bura düşür. 46,
47, 48 bu formada bura düşər. Daha sonra 9 dəfə 4 36, 36 bura düşər. 10 dənə 3 30-dur. 30 düşəcək. Deməli 25, 30, 35 bura düşəcək. Daha sonra 5 dəfə 8 40, 40 da bura düşəcək. Bu qaydada həll eləyə bilərsiniz. 5-ci tapşırıqda hesablayın və müqayisə edin. Yaxşı, 5 dəfə 8 40. 40 20-dən, 25-dən böyükdür. Bu formada olacaq. 10 dənə 7 70. 7 dəfə 10 70. Bunlar bərabər olmuş olacaq. 5 dəfə 9 45. 6 dəfə 10 60. 60 böyükdür. Daha sonra 47 və 8 dəfə 4 32 eləmiş olacaq. 47 böyükdür. 7 dəfə 8 56. 56 böyük olmuş olacaq. Daha sonra 64 8 dəfə 8 64. Bunlar bərabər olmuş olacaq. 9 dəfə 6 deməli 54. 54 də 60-dan kiçikdir. 7 dəfə 8 56. 8 dəfə 10 80. 80 daha böyükdür. 71 ilə 9 dəfə 8 72. 72 daha böyük olmuş olacaq. Vuruqlardan birini hissələrə ayırmaqla hasili tapın. Yaxşı, bunu nə formada eləyərik? Baxın, bunu 8 dəfə 5 40. Düzdür? 5 dəfə 8 40. İndi baxırıq digərlərinə. Bu hazırın verib bizə. Deməli 7-də necə eləyəcəyik? 7-də deməli ayırarıq 3 və 4-ə. İlk öncə 3-ü 9-a vurarıq. 3 dəfə 9 eləyəcək 27. Üzərinə gələrik. Sonra 4 dəfə 9 eləyər 36. İndi bunu hesablamış olarıq. Bunu özünüz hesablayarsınız. Digərlərində vuruqlara ayırın. Daha doğrusu hissələrə ayırın. 9-u da hissələrə ayırsaq əgər 4, 5 kimi. İlk öncə 4-ü 5-ə vurarsınız. Sonra 5-i 5-ə vurursunuz. Daha sonra toplayırsınız. 9-da yenə də 4 və 5 kimi ayırırsınız. 8-də isə 3 və 5 kimi. 7-də isə 4 və 3 kimi. İlk öncə 3-ü tutaq ki 7-yə vururuq, üstünə gəlirik. 5-i 7-yə vurub üzərinə gəlirik. Cəm şəklində hesablayırıq. 8-ci, daha doğrusu 7-ci tapşırığa baxırıq. Hasili cəm şəklində yazın. Hasili cəm şəklində yazın deyirsə 4 dənə 8, 6 dənə 9-dur. 9 üzərinə 9, üzərinə 9 gərək. Ta ki 6 dənə olana qədər daha sonra hesablayaq. 3 dənə 10-dur. 10 üzərinə 10, üzərinə 10 gələr. Cavab özünüz yazarsınız. Uzanmasın. 5 dənə 8 deyirsə 1 dənə, 2 dənə, 3 dənə, 4, 5 bu formada. Daha sonra 7 dənə 9 yazacaqsınız. 4 dənə də 10 yazıb hesablayarsınız. İndi ifadələrə uyğun misalları yazın və həll edin deyir. Burada 9-dan 4 dəfə böyük, 9-dan 4 dəfə böyük olan 36-dır. Onun 5 misli, deməli, onun 5 misli olan ədəd ilə, yəni onun 5 misli olan 50-dir. 20-nin cəmi, yaxşı, 50-nin üzərinə 20 gəlirik, eləyir 70. C-də deyir, burada yazıram. 8 ilə 7-nin hasilini tapın 56. D-də deyir 6-dan 8 dəfə 6 dəfə 8 48. 8-in 9 mislindən, yəni 8 dəfə 9 72. 72-dən də deyir ki 50-ni çıxın eləyir 22. Onda bizə deyir 10 ilə onun hasilini tapın. Onu da 10-a vuranda eləyir 100. Deməli, uşaqlar, vurma haqqında izahımız bu qədərdir. Digər videoda isə bölmələrlə sizi tanış edəcəm. Bugünlük izahımızın sonuna gəldik. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.